vaxtınız xeyir. Mən Xatirə Əzizxanlı, Dərs və Tədris Mərkəzinin əməkdaşıyam. Bu yaxınlarda biz Kapital Bank ilə birlikdə valideynlər üçün bullying mövzusunda bir sıra vebinarlar keçirdik və bu mövzunun nə qədər vacib və zəruri olduğunu gördük. Bugünkü vebinar giriş xarakteri daşıyır və burada siz bullyingin nə olduğunu və onun adi mübahisədən, münaqişədən, kobud insanla ünsiyyətdən və zarafatdan nə ilə fərqləndiyini öyrənəcəksiniz. Bundan əlavə, siz öyrənəcəksiniz ki, uşağın xüsusi qayğıya ehtiyacı olan uşaq olması bullying üçün səbəb ola bilməz. Biz sizə hansı halların bullyingə aid edilə biləcəyini, bullyingdə kimin və nə üçün iştirak etdiyini müəyyən etməyi öyrədəcəyik. Və təbii ki, biz sizə bullyinglə mübarizə üçün praktiki alətlər verəcəyik. İlk öncə əsas suala cavab verək. Bullying haqqında bilmək niyə vacibdir? Niyə digər mövzular arasından biz məhz bu mövzunu seçmişik? Bugün dünyada məktəblilərin 35% bullyinglə qarşılaşır. Bu arada bullying yalnız uşaq kollektivinin problemi deyil. Bu mövzu üzrə araşdırmalar aparan təşkilatların məlumatlarına görə iş yerlərində işçilərin 40%-ə qədəri mütəmadi olaraq bullyingə məruz qalır. İş yerində baş verən bullyingə isə mobbing deyilir. Yəni problem heç də uşaq problemi deyil. İnternetin və sosial şəbəkələrin yaranması ilə biz virtual dünyada ünsiyyət qurmağa başladıq. Real dünyada üzləşdiyimiz problemlər onlayn mühitə də keçdi. Bəli, Microsoftun məlumatlarına görə internet istifadəçilərinin 74%-i mütəmadi olaraq kiberbullying, yəni onlayn zorakılıqla, qıslama ilə üzləşirlər. Onlayn bullying dedikdə isə biz internet məkanında edilən təhqirləri, başqa bir insanı hər hansı bir şəkildə ləkələmə cəhdlərini, nüfuzu zədələyən mənfi məlumatların yayılmasını, saxta hesabları və daha çoxunu nəzərdə tuturuq. Qeyd edim ki, kiberbullyingə həsr olunmuş ayrıca vebinarımız da var. 27-45 yaş arası böyüklərin 41%-i məktəbdə bullyinglə üzləşdiklərini bildirirlər. Deməli, bu müasir dünyanın problemi deyil. Biz sizdən də soruşa bilərik ki, bu problemlə qarşılaşmısınızmı? Valideynlər üçün bu suala cavab vermək həqiqətən çətin olur. Çünki bir çox valideynlər şübhələnirlər. Onların uşaqlıq dövründə baş verənlər həqiqətən bullying idimi və indi onların övladlarının yaşadığı həqiqətən bullyingdirmi? Valideynlərdən bu barədə soruşduqda, onların sözlərində qeyri-müəyyənlik eşidilir. Onlar qorxurlar, narahat olurlar. Amma eyni zamanda uşaqlarının həyatında nəyinsə yanlış getdiyini etiraf edirlər. Onlar deyirlər, mənim uşağımda da vəziyyət oxşardır, amma mən bilmirəm bu bullyingdir yoxsa yox. Bəzən də elə olur ki, başa düşmək olmur. Sinifdə hər kəsi bezdirən şagird bullying edir, yoxsa sadəcə dəcəldir. Müdaxilə etmək lazımdırmı və ya uşaqlar özləri həll edəcəklər, bəlkə onlar sadəcə belə oynayırlar. Bu bir zarafatdır və özü keçib gedəcək. Əgər bu halı taleyin ümidinə buraxsaq, bütün bu müddət ərzində uşaq ona qarşı edilən zorakılıqdan əziyyət çəkəcək. Bullying zorakılıqdır. Və gəlin bullyingi əyani şəkildə nümayiş etdirən videonu izləyək. Bu əyləncəlidir. Bu yaxşıdır. Bu normaldır. Xeyr. Hamı bir nəfəri incidirsə, buna bullying deyilir. Bullying çarəsizliyi öyrədir. Bullying qəddarlığı öyrədir. Bullying riyakarlığı öyrədir.
Bullying qorxmağı öyrədir. Bullying laqeydliyi öyrədir. Bəs nə etməli? Bullyinqi necə dayandırmalı? Əvvəlcə anlamaq lazımdır ki, sinifdə bullying halı baş verir. Bir neçə uşağın bir uşağı daima incitməsinə bullying deyilir. Bullying bütün sinifi əhatə edir. Sənin sinifində bullying halı baş verirsə, buna laqeyd qalma. Bu barədə müəlliminə və valideynlərə xəbər ver. Gəlin bullyingə yox deyək. Beləliklə, gəlin yenə də anlamağa çalışaq. Bullying nədir və bu zaman nə baş verir? Birincisi, uşağa qarşı bir və ya bir neçə nəfər tərəfindən qrup şəklində güc tətbiq olunur. Burada əsas məqsəd isə uşağa özünü pis hiss etdirmək və ya onu istəmədiyi bir işi görməyə məcbur etməkdir. Bu zaman uşağın ünvanına aşağılayıcı, qərəzli, xoşagəlməz sözlər, təhqiramiz şərhlər söylənə bilər və ya bu aşağılayıcı, qərəzli, xoşagəlməz sözlər həmin uşağın arxasınca danışıla bilər və ya sosial şəbəkələrdə yazıla bilər. Bura uşağa qarşı müxtəlif fiziki zorakılıq növləri də daxil ola bilər. Uşağın şəxsi əşyaları götürülə, geri qaytarılmaya, sındırıla və ya korlana bilər. Uşaq çox xoşagəlməz, ümumiyyətlə etmək istəmədiyi və çox arzu olunmaz nəticələrə səbəb ola biləcək işlər görməyə məcbur edilə bilər. Onun şəxsi məlumatları açıqlana və ya yalan məlumatlar yayıla bilər. Uşağa qarşı etinasızlıq göstərilə, kollektivdən kənarlaşdırıla, oyunlara və ya kütləvi tədbirlərdə iştiraka dəvət olunmaya bilər. Ya da yuxarıda göstərilənlərin hamısı eyni anda ola bilər. Bəs bu necə baş verir? Bu, müntəzəm və məqsədyönlü şəkildə baş verir. Bullying qurbanı əziyyət çəkir, ağrı hiss edir və bu hadisələrin xatirəsi bütün həyatı boyu onunla qalır. Bu travmalar onun özünə və ətrafdakılara münasibətinə, dünyaya baxışına, yanaşmasına təsir edir. İnsanlar bəzən bir ömür boyu bunu terapiyalarda həll etməyə çalışırlar. Bullyinglə üzləşən uşaqlar böyüyəndə yeni komandadan, yeni tanışlıqdan qorxurlar, çəkinirlər. Onların arxasında kimsə güləndə insan 100% insanların ona güldüyünü düşünür. Dostluq etməkdə çətinlik çəkirlər. Hər şeydən şübhələnirlər. Yeni kollektivə daxil olmaq onlar üçün çox böyük stressdir. Bullyingin qurbanı öz emosiyaları ilə təkbətək qalır. Özünü çarəsiz, tənha hiss edir. Adətən yaşadıqlarını heç kəsə demir. Uşaqların bullyingi öz başına dayandırması çox çətindir. Belə ki, bullying edən tərəf, yəni aqressor uşaq artıq özünü saxlaya bilmir. Çünki o artıq hakimiyyəti, gücü dadıb və bunu itirmək istəmir. Belə uşaqların başqa ünsiyyət bacarıqları olmur. Bullying də təkcə aqressor və qurban deyil, müşahidəçilər, yəni bullyingin şahidi olan və bu prosesə kənardan baxan uşaqlar da olur. Onlar müxtəlif hisslər yaşayırlar. Bu mövzuda xüsusi araşdırmalar aparılıb. Araşdırmaların nəticələri göstərir ki, məktəblilərin 48% bullyingin qurbanını yalnız qurban onların dostu olduğu halda müdafiə edə bilirlər. Digər hallarda isə onlar susmağa üstünlük verirlər, çünki aqressordan qorxurlar. Bəzən valideynlər övladlarını hər şeyi uydurduğunu düşünürlər. Məsələni uşağın öz öhdəsinə buraxırlar. Yaddan çıxar getsin, fikir vermə və ya onlarla danışma və salam deyirlər. Bəzən müəllimlər də baş verənlərə lazımi ciddiyyətlə yanaşmırlar. Onlar düşünürlər ki, uşaqlar sadəcə zarafat edirlər. Onların indi elə yaş dövrüdür. Boş verin, tipli ifadələri az eşitmirik. Bəzən böyüklərin özləri bullyinglə mübarizə aparacaq vasitələrə sahib olmurlar və buna görə də onlar başqa cür necə reaksiya verəcəklərini bilmirlər. Beləliklə, vəd etdiyimiz kimi, biz sizə bullyingi digər anlayışlardan fərqləndirməyin və onu tanımağın yollarını öyrədəcəyik. Bullyingi zarafatdan, münaqişədən və kobudluqdan
fərqləndirən məqamlar var. Çox vaxt bu anlayışlar qarışdırılır. Bəzən uşağı məcbur edirlər ki, təhqiri zarafat kimi qəbul etsin. Gəlin baxaq, zarafat nədir? Zarafat hamını güldürən yumordur. Bullying zamanı isə ancaq uşaqla əylənənlər gülürlər. Uşağın özü isə özünü pis hiss edir. Bunun artıq bullying olduğunu ayırd etmək vacibdir. Bəs kobudluq nədir? Gəlin bunu əyani misalla fərqləndirək. Bir ana parta yoldaşının qızına narahatlıq yaratdığından şikayətlənirdi. Parta yoldaşının qızına qələmi batırdığını, əşyalarını aldığını, onu həmişə ələ saldığını deyirdi. Təbii ki, bu hal qız üçün çox xoşa gəlməz idi. Biz bu vəziyyəti araşdırmağa başlayanda məlum oldu ki, aqressor uşaq ümumiyyətlə sinifdəki bütün uşaqlarla belə davranır. Bullyingdə isə ayrı seçkiliyin olması mütləqdir. Demək ki, bu hal bullying yox, konkret bir şagirdin göstərdiyi kobud davranışdır. Bəs münaqişə ilə bullying arasındakı fərq nədədir? Münaqişələr həqiqətən uşaq kollektivlərində tez-tez baş verir. Münaqişə halında uşaqların gücləri bərabərdir və tərəflər bərabər hüquqludurlar. Bullyingdə isə həmişə bir qrupun və ya bir şəxsin gücündən istifadə edilir. Üstəlik, münaqişə həll olunanda mübahisə də bitir. Bullying halında isə mübahisə bitsə də zorakılıq davam edir. Biz bullyingin kobudluqdan, münaqişədən və zarafatdan fərqlərini müzakirə etdik. Bəs necə anlamaq olar ki, uşaq həqiqətən də bullyingə məruz qalır? Uşaqların çoxu müntəzəm olaraq valideynlərinə, müəllimlərinə, yaxınlarına öz narahatlıqlarını bildirir. Lakin dəstək almırlar. Uşağın əşyaları yoxa çıxır və korlanır və bunun necə baş verdiyini izah edə bilmir. Bunun üzərində dayanmaq və məsələni müəllimlərlə araşdırmaq lazımdır. Bəzən valideynlər buna görə uşağı danlayırlar. Bu halda uşağın vəziyyəti daha da ağırlaşır. Ola bilsin ki, övladımızın əşyalarının arasında və ya onun sosial şəbəkələrində təhdid xarakterli və ya təhqir edici sözlər tapırsınız. Biz mütləq bu məsələyə daha ətraflı toxunacağıq. Çünki kiberbullying mövzusunda ayrıca webinarımız olacaq. Davam edək. Siz uşağın bədənində müntəzəm olaraq qançırlar, sıyrıntılar görürsünüz və uşaq bunların necə meydana gəldiyini izah edə bilmir. Yaxud uşaq birdən məktəbə getməkdən imtina edir, halbuki əvvəllər məktəbə məmnuniyyətlə gedirdi. Uşaq bu ani istəksizliyin səbəbini izah edə bilmir. Əslində bu heç vaxt anidən olmur. Bunun səbəbi bullying ola bilər. Bullying həm müəllim tərəfindən, həm də şagirdlər tərəfindən edilə bilər. Elə də olur ki, uşaq zənglərə, SMS-lərə qəribə reaksiyalar verir. O həyəcan keçirməyə, narahat olmağa başlayır, telefonunu gizlədir və ya uşaq əvvəlki ilə müqayisədə ümumiyyətlə daha qapalı, daha emosional və təlaşlı, aqressivdir. Və ya iştahını itirib, pis yatır və ya emosional təlatümlər yaşayırsa, bütün bunlar da bullyingin təzahür formaları ola bilər. Əlbəttə ki, bu məqamlardan bəzilərinin olması uşağınızın mütləq bullyingə məruz qalmasını göstərmir. Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? Beləliklə, gəlin məsələni addım-addım müzakirə edək. Birinci addım. Vəziyyəti aydınlaşdırın. Bu nə deməkdir? Uşaqla danışın. Nə baş verdiyini təhlil edin. Münaqişə nədən ibarətdir? Nə qədər müddətdir davam edir? Hər hansı bir başqa təhlükə varmı? Uşaq özü artıq hansı addımları atıb və mümkün qədər anlayışlı olun. Uşağın üstünə getməyin, onu sorğu-sual etməyin və ya günahkarları cəzalandıracağınıza dair hədələməyin. Bu halda uşaq qorxacaq və növbəti dəfə sizə heç nə danışmayacaq.
Yaxşısı budur, ona dəstək olduğunuzu, onun tərəfini tutduğunuzu və nə baş verməsindən asılı olmayaraq ona kömək edəcəyinizi göstərin. Və əlbəttə ki, sübutlar toplayın. Bu şəkillər, qeydlər, SMS-lər, ekran görüntüləri, dostların və sinif yoldaşların, müəllimləri şahidlikləri ola bilər. Bu aqressorları divara sıxışdırmaq və təbii ki, vəziyyəti və onun nəticələrini qiymətləndirmək üçün çox vacibdir. İkinci addım. Müəllimləri ümumilikdə məktəbi mütləq şəkildə vəziyyət barədə xəbərdar edin. Əgər övladınızı aşağılayır, onu döyür, əşyalarını korlayır, onu ələ salır, bir sözlə bullyinqə məruz qoyurlarsa, bunu açıq şəkildə demək lazımdır. Mənim övladıma qarşı bullyinq edirlər. Bəli, uşaqlar həqiqətən də qəddar ola bilirlər. Bu, yaş və ya şəxsiyyət xüsusiyyətləri ilə bağlı ola bilər. Bullyinq olub, var və həmişə olacaq. Amma bu uşağın bu hadisələrdən əziyyət çəkməli olduğu anlamına gəlmir. Bizim məqsədimiz konkret vəziyyətdə və konkret kollektivdə zorakılıqdan, bullyingdən qurtulmaqdır və bu mümkündür. Üçüncü addım. Bullerlərin, yəni bullyinq edən şəxslərin, aqressorların valideynlərini məlumatlandırın. Valideynlər ən birinci müəllimlərdir, xüsusən də kiçik yaşlı uşaqlar üçün. Bullerlərin valideynləri ilə neytral bir ərazidə və yaxşısı budur, müəllimlərin iştirakı ilə görüşün. Onları dəhlizdə gözləmək, onların iş yerinə zəng etmək lazım deyil. Bu vəziyyəti daha da ağırlaşdıra bilər. Yaxşısı budur, onları özünüzə müttəfiq etməyə çalışın. Onlara münaqişə deyil, əməkdaşlıq təklif edin. Bildirin ki, bullyingdən kollektivin bütün üzvləri əziyyət çəkir. Deməli, məqsədiniz yalnız öz övladınızı deyil, bütün kollektivi bullyingdən xilas etməkdir. Bullerlərin valideynlərinə qarşı hücum və təhdid etməklə vəziyyəti həll etməyə çalışmaq heç də ən yaxşı yanaşma deyil. Dördüncü addım. Öz övladınızla işləyin. Övladınıza kömək edin. Uşaq və yeniyetmə kollektivində qaydalar həmişə doğru olmaya bilər. Məsələn, təhqir normal sayıla bilər. Müəllimdən kömək istəmək isə xəbərçilik kimi qəbul edilə bilər. Burada böyüklərin vəzifəsi ilk növbədə uşağın yanında olmaq, uşağı dinləmək və ona düzgün məsləhət verməkdir. Uşağa demək olmaz ki, sən artıq böyümüsən, özün cavabını ver. Həqiqətən, hazırda uşağınızın həyatını təhdid edən heç bir şeyin olub-olmadığını dəqiqləşdirin. İstənilən halda baş verilənlər haqqında əlaqədar insanlarla danışın. Övladınıza onun günahkar olmadığını izah edin. Övladınıza ona deyilən fikirlərin onun şəxsiyyətinə aid olmadığını izah edin. Belə deyə bilərsiniz. Sənə qarşı deyilənlər sadəcə kənar insanın fikridir. Həqiqətə uyğun deyil və sən ona reaksiya verməyə məcbur deyilsən. Ona özünü qorumaq üçün psixoloji baxımdan görünməz qalxan yaratmağı öyrədin. Təhlükəsiz ünsiyyət qaydalarını öyrədin. Bu arada, eyni bir şəxs bir kollektivdə lider, digər kollektivdə isə bullyingin qurbanı ola bilər və hətta ən diplomatik, ən ünsiyyətçil, ən istiqamlı uşaq belə bir gün qəbul olunmayacağı bir kollektivə düşə bilər. Uşağınıza öyrədin ki, pasiv müşahidəçi olmaq bullyingi dəstəkləmək deməkdir. Uşaqlara vaxtında kömək istəməyi öyrədin. Kömək istəmək xəbərçilik deyil. Buna görə utanmaq lazım deyil. Kömək istəmək həyatını, sağlamlığını qorumaqdır. Uşaq başa düşməlidir ki, təhqir heç bir halda normal deyil. Zorakılıqdır. Fiziki zorakılıq qədər psixoloji zorakılıq da yol verilməzdir. Sadalanan bu addımları növbəti webinarımızda daha ətraflı izah edəcəyik. Şifahi bullyingə, emosional aqressiyaya və fiziki bullyingə həsr olunmuş ayrıca webinarımız olacaq. Həmçinin bir webinarımız bütünlüklə kiberbullyingə həsr olunacaq.
Hələlik isə biz sizlərlə vidalaşırıq və diqqətinizə görə təşəkkür edirik. Hələlik.